Herkese salam. Yeni bir vlogla karşınızdayım. Bugün bizə qonaq gələcək və mən də süfrəni hazırlamaqla işə başladım. Qabları düzdükdən sonra gedirəm mamamın yanına və mamam fileni çəkib lülə üçün hazırlayırdı. Mən də bu sırada salat hazırlamağa başladım. Tərəvəzləri və toyuğu xırda-xırda doğradıqdan sonra üzərinə qaraq, göyərti və duz istiot əlavə edib yaxşı-yaxşı qarışdırdıq. Ardından mayonezi də əlavə edərək salatı hazırladıq. Sonra atam gəldi və lüləni hazırlamağa başladı. Atamdan kebabın sirlərini aldım və bunun haqqında sizlərə video paylaşacağım. Gözləmədə qalın. Bu sırada mamam ləvəncinin içini doldururdu. Daha sonra ləvəncini yağlı kağıza, ardından da folqaya bükdü və bıçaqla deşiklər açdı. Sonra isə listə qoydu və biraz su əlavə edərək bişməyə göndərdi. Və atam artıq tərəvəzləri işə çəkməyə başlamışdı. Burada gördüyünüz kimi kartof, pomidor və badımcanı hazırlayırdı. Əti işə çəkməyini də sizə göstərdikdən sonra gedirəm mamamın hazırladığı salatları götürüb stola qoymağa. Və keçirəm tərəvəz salatını hazırlamağa. Göyərtini və çahını böyük-böyük doğrayıram. Ardından əvvəlcədən doğradığım kökü və xırda-xırda doğrayıb üzərinə duz, şəkər tozu və sirkə əlavə edib yaxşıca ovduğum qırmızı kələmi də əlavə edirəm. Ardından limon suyu, zeytun yağı və duz da əlavə edib qarışdırıram və salatım hazırdır. Və artıq atam kebabı bişirirdi. Kebab bişdikdən sonra sizə süfrəni göstərirəm və axır ki ləvənci də bişdi. Tam 3 saata hazır oldu. O qədər yumşaq alınmışdı ki, qaba qoya bilmirdik. Və ləvəncini də stola qoyduqdan sonra hər şey hazır idi və qonaqlarımız gəldilər. İzlədiyiniz üçün təşəkkür edirəm. Belə videoların davamını istəyirsinizsə bəyənməyi unutmayın.